Qulaq as. Hövsan Dəniz Gömrük postunda küllü miqdarda qanunsuz sigaret yüklərinin aşkarlanması ilə əlaqədar həbslərdən sonra Dövlət Gömrük Komitəsinin 2 əməkdaşı ölkədən qaçıb. Hara qaçıb? İrana qaçıb. Biri Tahir Tahirlidir, biri də Əvəzdir. Əvəzin bizə adı mənim adaşımdır, amma bilmirəm Əvəz kimdir. Tahir Tahirli kim olsa yaxşıdır. Əziz tamaşaçılar, Tahir Tahirli bizim hörmətli, şöhrətli, möhtəşəm, mən onun həmişə bir şeirində sitat gətirirəm. Deyir ki, 2 bölünməkdən elə qorxmuşam, çöpü də 2-yə bölmərəm daha. Söhrab Tahirin oğlu. Bu şairlərin başına dön. Anarın oğlu Küveytdə səfir, birinin oğlu Salih Məmmədovun pul yığanı, birinin oğlu Səudi Ərəbistanında səfir, bir Qərib Məmmədov var idi, qardaşı İstanbuldan $70.000, 70 kilo qızıl keçirdəndə tutuldu. Siz yediniz 30 il, indi də qardaşlarınız, balalarınız, oğlanlarınız, nə gözəl Azərbaycan, nə gözəl. Bu da belə getdi mi İlqar? Mən son günün xəbərlərini deyirəm, son bir neçə günün, əziz tamaşaçılar. Son bir neçə gün. Səbrinizi basın.